Rami bəy, biz elektrik maşını niyə almamalıyıq? Mən elə bir səbəb düz deyim ki, az görürəm. Hətta bu yaxınlarda bir elektrik avtomobilləri haqqında mifləri təkzib edici bir video çəkmişdim. Çünki insanların yeni texnologiyalar ümumiyyətlə cəmiyyətlərdə, dünyada heç bir, bütün ölkələrdə belədir, qəbul olunmur yeni texnologiyalar və bir müddətdən sonra insanlar ona alışırlar. Bugün məsələn miflər gəzir ki, elektrik avtomobillərində radiasiya var. Amma radiasiyanın nə olduğunu çox adam başa düşmür. Yəni onu fizika tərəfdən bilənlər, fizikanı bilənlər bilirlər. Radiasiya yəni nüvənin bölünməsidir. Elektrik avtomobilində elektromaqnit sahə var. Sadəcə insanlar elektromaqnit sahəni və radiasiyanı səhv salırlar. Bəli, orada müəyyən radiasiya ola bilər, amma hansısa akkumulyatorda, bateriyada məsələdə orada hansısa zədələr olarsa ola bilər, amma ümumiliklə elektromobillərin üstünlükləri yetərli qədərdir. Həm sürətlidirlər, həm qənaətçidirlər, həm xərcləri aşağıda, amma özləri bahadır əlbəttə ki. Digər tərəfdən isə problem nədir? Yetərli qədər elektrik doldurma stansiyalarının olmamasıdır. Bu tək Azərbaycanda deyil, dünyada çox yerdə var. Əlbəttə Amerikada biraz fərqlidir, deyəlim ki, ona görə orada Tesla avtomobillərinin uğuru çox böyükdür. Satışları da yetərli qədərdir, digər elektrik avtomobillərində, Çində də həminki kimi. Amma bizdə indi getdikcə inkişaf eləyir. Artıq ondan çox elektrik doldurma stansiyası və şəbəkələri var və Azərbaycanı demək olar ki, həm Bakını, həm regionları bu stansiyaların sayı artır. Bir müddətdən sonra yəni bu problem olmayacaqdır. Bugün belə deyim də, yalnızca insanın qarşısını kəsə bilən bir problem ola bilər, o da elektromobilin dəyəri. Çünki onun istehsalı baha başa gəlir, orada akkumulyatorların, batareyaların qiymətləri çox bahadır.